Azərbaycan dövlətinin Mərkəzi Asiya ölkələri ilə strateji və dostluq əlaqələri yüksələn xəttlə inkişaf edir. Prezident İlham Əliyevin region ölkələrinə səfərləri və keçirdiyi görüşlər bu əməkdaşlığı daha da möhkəmləndirir. Dövlət başçısının Qırğız Respublikasına növbəti səfəri də yadda qalan hadisələrlə zəngindir. Prezident İlham Əliyev Mərkəzi Asiya regionunun liderləri Qırğız Respublikasının prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şəfqat Mirziyoyev və Tacikistan prezidenti Emomali Rəhmonla birlikdə Çolpan Ata şəhərindəki İssuk Kol Golf Resort kompleksində golf klubunun açılışına qatılıb. Ölkə başçılarının birgə iştirakı bu tədbirin sadəcə idman deyil, həm də region ölkələri arasında yüksək səviyyəli dostluğun nümayişi olduğunu bir daha sübut edir. Tədbirin əvvəlində liderlərə müasir standartlara uyğun inşa edilən çox funksiyalı turizm kompleksi və golf klubu barədə geniş məlumat verilib. Xüsusi video çarx nümayiş olunub. Bildirilib ki, bura sadəcə idman meydançası deyil, həm də regionun ən böyük turizm mərkəzlərindən biri olacaq. Göz oxşayan infrastrukturu ilə seçilən layihənin miqyası olduqca böyükdür. Kompleksin ümumi sahəsi 120 hektardır ki, bunun da 103 hektarını məhz müasir golf klub təşkil edir. Bu nəhəng layihə təkcə yay aylarında deyil, ilin 10 ay ərzində fəaliyyət göstərəcək, İssuk Kola turist axınını davam etdirəcək. Ərazidə 80 yerli mehmanxana, 4 və 5 ulduzlu otellər, restoranlar və çimərlik sahələri qonaqların istifadəsinə veriləcək. Burada həmçinin xüsusi golf akademiyası fəaliyyət göstərəcək və beynəlxalq turnirlər keçiriləcək. Açılış mərasimində Qırğızistan Golf Federasiyasının prezidenti Xomeyni Ergeşov və Qırğızistan prezidenti Sadır Japarov çıxış edərək dövlət başçılarını salamlayıb, bu birgə iştirakın əhəmiyyətini yüksək qiymətləndiriblər. Rəsmi çıxışlardan sonra liderlər İssuk Kol Golf Resort kompleksinin ərazisini yaxından gəziblər. Sonra dövlət başçıları golf oyununun rəmzi başlama mərasimində iştirak edərək meydançaya ilk zərbəni indiriblər. Bu rəmzi addım həm də ölkələr arasında gələcək birgə layihələrin və sarsılmaz tərəfdaşlığın yeni bir başlanğıcı kimi yadda qalıb.